Deməli, salam əziz izləyicilər. Mən İşğaliyev Təmkin Vidadoğlu 2-ci Qarabağ müharibəsinin iştirakçısı. Gözəl insanlar, gözəl xalqım. Yəni, baxın ki, bu transformatorun halına. Mən buradan Cəlilabad rayonunun İşıq İdarəsinin müdürünə səslənmək istəyirəm ki, bu küçə Şəhid İbadov Vüqargilin küçəsidir. Yəni, əgər bilmək istəyirsinizsə, bu şəhidlər İşıq İdarəsinin müdürünün, ondan sonra İşıq İdarəsinin müdürünün anasına, bacısına, xalasına, bibisinə, dayısına görə gedib şəhid olublar, canlarından keçiblər. Amma şəhidin küçəsində olan transformatorun halına bax, gecələr nə vəziyyət olur bu küçədə, bu evlərdə, bu nə dərəcədə düzgündür, 10 minlik asfalta düşür, 10 minlik yerə düşür. Hara baxır bu İşıq İdarəsinin əməkdaşları, bu İşıq İdarəsinin müdürü, nə eləmək istəyirsiniz siz? Bizi qırıb öldürmək istəyirsiniz. Bizi erməni öldürə bilmədi, bizi özümüzkilər öldürəcək deyəsən. Mən buradan səslənmək istəyirəm ki, aidiyyətli qurumlara xahiş edirəm. Cəlilabad rayon Göytəpə şəhərində Şəhid Vüqar İbadovgilin küçəsində çox acınacaqlı vəziyyətdir. Əsas da işıqla bağlıdır vəziyyət. Yəni xahiş edirik biz aidiyyətli qurumlardan buna bir tədbir görülsün. Transformatoru, təzə transformatoru söküb gətirib yerinə köhnə transformatoru quraşdırırlar. Özdə yəni burada vəziyyət belə bir şey ola bilməz də yəni burada. Burada qətiyyən belə bir şey ola bilməz. Burada kiminsə balasını tok vurub öldürsə, heç kim gəlib onu qaytarıb verməyəcək o valideynin özünə.